eləyir ki, İmam Əli əleyhissalam bir gün səhabələri ilə birlikdə Kəbə evinə gedir, Məscidül Hərama gedir. Kəbə evinə, Məscidül Hərama gedir, axşam qaranlıq vaxtıdır. Bir nəfər Kəbə evinin pərdəsindən tutub ki, görmüsünüz Kəbə evinin qara bir örtüyü var, pərdəsi var ki, onun xüsusi bir fabriki var, xüsusi bir istehsal olunan yeri var ki, il ərzində o həmin pərdə dəyişilir və daha sonra insanlara o həmin pərdədən müəyyən qədər hədiyyə verirlər xüsusi insanlara Kəbə evinin pərdəsindən. Onun üzərində qızılı hərflərlə olan ayələr yazılıb. Əlqərəz sözümüzün qısası budur ki, həmin o pərdənin örtüyündən bir nəfər tutub dua edir. Kəbənin örtüyündən tutub dua edir. Deyir, ilahi, həmin şəxs deyir. İlahi, əl-beytu beytuk. İlahi, ev sənin evindir. Əl-beytu beytuk. Və anə dayfuk. Və mən də sənin qonağına. Və anə dayfuk. Fəcəl qərayi minkəl leylətəl məğfirə. Belə bir dua edir ki, ilahi, bu gecə öz səxavətindən mənə bağışlanmaq nəsib etkinə. Allah Teala'ya bu cür dua edir. Öz səxavətindən mənə bağışlanmaq nəsib etkinə. 3 gün ardıcıl bu həmin şəxs dua